güzel gecedir, vesveslin hanı. Seni bak gözleyir, dertli haganı. Gelsene söyleyeyim, sirimi bir. Gelmesen yandıram bütün dünyanı. Xəqani Şirvani əzəmətli şairdir. Xəqani Azərbaycan ədəbiyyatında ilk poemanın müəllifidir. Çox əsrlik tarixə malik qəsidə janrını əlçatmaz bir yüksəkliyə qaldıran şairdir. Xəqani Şirvani vətənpərvər şairdir. O vətəni Şirvanı füsunkar təbiətli, bollluq, bərəkət ölkəsi, şirlər yuvası kimi tərənnüm etmişdir. Azərbaycan ədəbiyyatı tarixində Qətran Təbrizi ilə başlanan qəzəl janrı Xəqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında kamillik zirvəsinə çatmışdır. Bizə nazlı baxışınla könüldən bir xəbər göndər. Al bu canı, bahasına dodağından şəkər göndər. Mən bir sadə qulunam ki, dünya bundan xəbər tutmuş. Zülfündən bir tel ayırıb, öz quluna kəmər göndər. Danışmağı bəhanə tut, aç o şəkər dodaqları. İki dünya xəracına bərabər bir gövhər göndər. Xəqani Şirvani klassik şərq poeziyasının bütün janrlarından yüksək sənətkarlıq nümunələri yaratmışdır. Şairin bizim dövrə gəlib çatan ədəbi irsi 17.000 beytlik lirik şeirlər divanı, Töhfətül İrageyn poeması, epistolyar nəsrin maraqlı nümunələri olan 60 məktub. Getdikcə bu eşqin mərəzi pürxətər oldu. Dərman elədikcə ona döndü, bətər oldu. Eşqin odu yandırdı mənim canımı. Eyvah, bu vaqiədən cümlə cahan baxəbər oldu. Gördüm səni, hər dərdi qəmim getdi, dağıldı. Əhvalıma baxsan ki, gecə idi, səhər oldu. Xəqani sevin indi yarın rəhmə gəlibdir. Bundan sonra könlüm deyəsən bəxtəvər oldu. Avstriya baronu, tarixçi, şərqşünas və diplomat, şair Josef von Hommer Xəqanini şərqin pindarı adlandırmışdı. Böyük şairimiz fars dilində yazıb yaratmışdır. O, Töhfətül İrageyn əsəri ilə Azərbaycan ədəbiyyatında poema janrının əsasını qoymuşdur. Töhfətül İrageyn məsnəvisinə nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mənsub məktubların mürəkkəb bədii tərzi ilə diqqəti cəlb edir. 1157-ci ildə yazdığı Töhfətül İrageyn məsnəvisində səfər macəraları ilə yanaşı, yaxın şərq xalqlarının həyatından, alimlərlə görüşlərindən aldığı təəssüratları təsvir etmişdir. Mədain xarabələri adlı məşhur fəlsəfi qəsidəsində İran dövlətinin keçmiş paytaxtı olan Mədain xarabələri şairi dərin, sarsıdıcı, ibrətli düşüncələr aləminə aparmışdır. Şairin nəzərində Mədainin xarabələri ibrət aynasıdır. Xəqani Şirvaninin Həbsiyyə adlandırılan qəsidələri və mərsiyələri yaradıcılığında mühüm yer tutur. Xəqani Şirvaninin xatirəsi xalqımız tərəfindən daima uca tutulur. Ey aydan pəridən gözəl nazenin, Məcnunə dönürəm eşqindən sənin. Yaraşmaz zülm etmək nazlı mələgə, gəl mənə lütf eylə ey mahi cəbin. Yaraşmaz zülm etmək nazlı mələgə, gəl mənə lütf eylə ey mahi cəbin.